Salam əziz müəllimlər, bugün sizinlə metal bölməsinə keçirik. Bugünkü dərsimiz metallar haqqında ümumi məlumat, nazik metal təbəqə və məftil haqqında olacaq. Gəlin öyrənək görək, nazik təbəqə metal nədir və ondan harda istifadə olunur. Biraz onlar haqqında sizə məlumat verim. Ümumiyyətcə, metalların möhkəmlik, bərklik və istiliyə davamlıq kimi xüsusiyyətləri var. Bəli, bu haqda irəliləyən siniflərdə daha geniş məlumat var. Orada onlar haqqında öyrənəcəyik. Dəzgahlardır, avtomobillərdir, gəmilər, təyyarə kimi və s. bunların demək əsas hissələri əsasən metaldan hazırlanır. Burada da xüsusilə göstərilib. Metallar iki növə ayrılır. Testlərdə də bu şəkildə düşər ki, metallar neçə növə ayrılır? İki növə, qara və əlvan metallar. Qara metallara dəmir və onun ərintiləri aiddir. Yəni, qara metallar hər bir metal ola bilməz. Bunlara aiddir çuğun, polad və manqan. Və digər metallar və onun ərintiləri isə əlvan metallara aiddir. Əlvan metallara isə aiddir maqnezium, qızıl, gümüş, bunlara aiddir. Bir də var müəllimlər, ərintilər. Ümumiyyətcə, ərintilər deyərsiniz nədir? Metallar bir elementdən təşkil olur, amma elementlər isə bir neçə metalın qarışığında, yəni onun əridilməsi nəticəsində alınır. Biz onlar haqqında inşallah irəliləyən siniflərdə daha geniş məlumat alacağıq. Ərintilərə misal göstərə bilərik, latundur, düralüminiumdur, bunları misal göstərə bilərik. Yəni, bunlar ərintilərə aiddir. Nə onlar əlvan metal deyil, nə də ki, demək, qara metal deyil. Sadəcə ərintilərdən alınır, yəni bir neçə metalın qarışığında. Daha sonra keçək digər bir hissəyə. Qalınlığı deyir 2 mm qədər olan metal vərəqlərə biz nazik təbəqə metal deyirik. Bəli, ümumiyyətcə, biz bunun haqqında bu adı hər yerdə, bir çox yerlərdə çox işlədəcəyik. Nazik təbəqə metal nədir desə bizə, qalınlığı 2 mm qədər metal vərəqlərə biz nazik təbəqə metal deyirik. Və onlar poladdır, alüminiumdur, düralüminium, mis, latun və başqa metalların ərintilərindən hazırlanır. Burada indi metallar haqqında da müəyyən məlumatlar verilib. Gəlin onlara baxaq. Polad bərkdir, ağırdır, bəli, o dəmirin karbonla ərintisidir. Deməli, polad qara metallara aiddir. Alüminium isə, gəlin onun haqqında da məlumat alaq. Alüminium da dedik ki, əlvan metallara aiddir. Gümüşü rəngdə, yumuşaq və yüngül metaldır. Deyirsiniz ki, bəs müəllim, polad nə rəngdədir? Təbii ki, polad da gümüşü rəngdədir. Amma burada xüsusilə qeyd olunmayıb. Yəni, ona görə narahat olmayın ki, bu testlərdə düşər ki, biz onun rəngini bilmirik. Sadəcə mən əlavə bir məlumat verdim ki, yəni məlumatınız olsun. Polad qara metallara aiddir. Alüminium dedik, gümüş rəngdədir, yumuşaqdır və yüngüldür. Alüminium özü dedik ki, əlvan metallara aiddir. Düralüminium isə ərintilərdir. Bunun haqqında bayaq dedim və dedim ki, inşallah irəliləyən siniflərdə bunlar haqqında daha geniş məlumatlar var. Düralüminium ərintidir və alüminiumlar misin ərintisindən yaranır. Yəni, bir neçə metalın ərintisindən. Mis qırmızı rəngli ağır metaldır və dedik ki, əlvan metaldır. Latun da ərintidir və o misin sinklə və başqa metalların birləşməsindən yaranır. Xüsusilə latunun burada rəngi qeyd olunub. Yəni, latun sarı rəngli dedik metaldır. Latunun rəngi sarı oldu, misin rəngi qırmızı, poladın rəngi gümüş, alüminium isə gümüş oldu. Düralüminium da gümüşü rəngdədir. Burada qeyd olunmayıb hal-hazırda, ona görə yəni bunu sizin üçün bir məlumat kimi yəni nəzərinizə çatdırıram. Bu hissələrdə bəzi çaşdırıcı məqamlar var. Fikir verirsiniz, polad bərk və ağır metaldır deyir. Bəli, bu doğrudur. Alüminium isə gümüşü rəngdə yumuşaq metaldır və yüngüldür. Mis də qırmızı rəngli ağır metaldır. Burada poladla misi fərqləndirə bilərsiniz. Polad demək qara metallara aiddir və bərk ağır metaldır. Mis isə qırmızı rəngli ağır metaldır. Burada misin rəngi xüsusilə qeyd olunduğuna görə mən düşünürəm ki, onu qarışdırmayacaqsınız. Bu hissələrə diqqət edin. Daha sonra gəlin görək tənəkə nədir və yaxud da ki, digər biz onun adını desək, nazik təbəqə polad. O nədir? Onun haqqında məlumat alaq. Deyir, qalınlığı 0,2 mm-dən 0,5 mm qədər olan nazik təbəqəli polada biz tənəkə deyirik. Ümumiyyətcə, bayaq dedik ki, axı, nazik təbəqə metal. Nazik təbəqə metal ilə müəllimlər
nazik təbəqəli poladı qarışdırmayın. Nazik təbəqəli polad tənəkədir. Nazik təbəqə metal isə başqa bir şeydir. Yəni onları qarışdırmayın. Bəzən elə müəllimlər qarışdırır, onları bir götürür, amma əslində bir anlayış deyil. Daha sonra tənəkənin hansı növləri var? Ümumiyyətcə tənəkənin araşdırsaq biz, növləri çoxdur, amma sadəcə bizə kitabda 3-ü verilib. Deyirsiniz hansılardır? Ağ tənəkə verilib, qara tənəkə verilib və sinklənmiş tənəkə. Sink təbəqəsi ilə örtülmüş tənəkəyə biz sinklənmiş tənəkə deyirik. Qara tənəkə örtüyü olmayan tənəkədir. Ağ tənəkə isə qalay təbəqəsi ilə örtülmüş biz tənəkəyə deyirik. Bir də müəllimlər, ağ tənəkədən ən çox konserv bankalarının hazırlanmasında daha çox istifadə olunur. Onu da nəzərinizə çatdırım. Yəni, ağ tənəkədən biz orada geniş istifadə edirik. Elə testlərdə də düşər ki, hansı tənəkədən? Təbii ki, götürəcəksiniz ağ tənəkədən. Nazik təbəqə polad dedik ki, nədir? Onun haqqında məlumat aldıq. Yəni, tənəkə deməkdir. Bir də var nazik təbəqə metal. Yəni bunları qarışdırmaq lazım deyil. Bu hissələrə xüsusilə diqqət edin. Altından da xətt çəkirəm. Daha sonrasında nazik təbəqə poladdan biz müxtəlif məişət, sənaye, kənd təsərrüfatı alətləri hazırlayırıq. Bəli, doğrudur. Nazik təbəqə poladdan bunları hazırlamaq olur və hansı sahələrdə biz orada istifadə edirik. Burada da qeyd olunur. Nazik təbəqə demək metal prakat dəzgahlarının köməyi ilə alınır və bu zaman nazik demək metal parçası şəklində olan prakat dəzgahlarında fırlanan vallar arasında keçir. Müəyyən lazımi qalınlıq alınana qədər biz onu təkrar keçiririk. Hətta elə burada şəkil 1-ə baxsanız daha doğrusu burada nazik təbəqənin alınması göstərilib. Yəni təbəqə metalın alınması. Bayaq dedik ki, biri var nazik təbəqə metal, bir də var ki, nazik təbəqəli polad. Bunları qarışdırmayın. Tamam başqa bir şeylərdir. Burada isə təbəqə metalın alınması göstərilib. Rəqəmlərlə də göstərilib. Bir də pəstah var, 3də dircəklər, 2də isə vallar göstərilib. Daha sonra müəllimlər, keçək digər bir hissəyə. Görək, bəs məftil nədir? Qalın məftil nədir? Onlar hansı üsulla alınır? Onlar haqqında biraz məlumat alaq. Məftil ən kəsiyi, dairə, kvadrat, üçbucaq şəklində olan biz nazik metal saplara deyirik. Bəli, bu çox rahatdır. Testləri də bu şəkildə düşür ki, nazik saplara biz nə deyirik? Nazik metal saplara biz deyirik məftil. Məftil polad, alüminium, mis, latun və pəstahlardan prakat üsulunda, həm də çəkmə üsulu ilə biz onu ala bilərik. Yəni iki üsulla almaq mümkündür. Prakat üsulu ilə prakat dəzgahlarında fırlanan vallar arasında biz uzun pəstahları sıxmaqla lazımi qalınlıqda, yəni məftil alınana kimi onu keçiririk. Həmin məftil katanka adlanır. Yəni prakat dəzgahlarında prakat üsulu ilə alınan biz məftilə katanka deyirik. Katankanın ən kəsiyinin demək diametri, ölçüsü 5 mm-dən artıq olur. Bəzən testlərdə düşür ki, katankanın diametri 5 mm-dən artıq olmur desə, biz onu yanlış qəbul edəcəyik. Çünki katankanın ən kəsiyinin diametri 5 mm-dən müəllimlər artıq olur. Niyə artıq olur? Çünki o qalın məftildir. İndi burada bir məqamı sizin nəzərinizə çatdıracağım. Deyir ki, daha nazik məftili çəkici dəzgahlarda katankadan çəkmə üsulu ilə alınır. Bu nədir? Bax, bizə desək ki, testlərdə daha nazik məftili hansı dəzgahlarda almaq olur? Əlbəttə ki, götürəcəyik çəkmə dəzgahlarında. Bəs hansı üsulla? Çəkmə üsulu ilə. Bunları qarışdırmayın. Bir də var ki, müəllimlər, fikir verirsiniz, deyir ki, daha nazik məftili biz katankadan əldə edirik. Deməli, bu katanka özü qalın məftildir ki, biz onu müəyyən demək, üsulların köməyi ilə dəzgah arasından keçiririk, çəkmə dəzgah arasından keçiririk və onun sayəsində biz daha nazik məftili alırıq. Bax, bu hissələrə diqqət edin. Daha sonra katanka müəyyən formalı və ölçülü deşiklərdən keçir. Bəli, doğrudur. Şəkil burada 2-yə baxsanız, B-də çəkmə üsulu göstərilib. Baxın, bu çəkmə üsuludur. Bu isə dedik ki, prakat üsuludur ki, müəyyən görürsünüz deşikləri var. Baxın, bu hissədə var. Baxın, qeyd edirəm. Hal-hazırda qeyd edirəm. Baxın, bu hissələrdə göstərir. Görürsünüz, müəyyən formalı və ölçülü deşiklərdən keçirilir. Bu onu nəzərdə tutub deyir.
Və məftildən biz haralarda istifadə edirik və nələr hazırlanır məftildən? Məftildən elektrik naqilləri, mismar, mint, daha sonra vint, şurup, pərçim, yay, bir çox demək məmulatların hazırlanmasında istifadə edirik və hazırlayırıq. Deməli, testlərdə də elə bu şəkildə düşsə ki, məftildən nələr hazırlanır, götürəcəyik. Elektrik naqilləri, mismar, vint, şurup, pərçim, daha sonra yaydı. Yayda ümumiyyətcə oxu atmaq üçün istifadə etdiyimiz yayın orada hissəsi var. Onu nəzərdə tutur. Ona görə burada adı keçir. Və başqa demək məmulatların hazırlanmasında biz istifadə edirik. Və belə başqa heç bir şey qalmadı. Təhlükəsizlik qaydalarına riayət edin, etibarlı alətlərlə işləyin. Əymə zamanı sol əli əymə yerinə yaxın saxlamayın, doğru tutmaq da olmaz. Və detallarla işləyən zaman, müəyyən demək, işimiz zamanı alətləri iş verstaqının kənarında qoymaq olmaz. İşləyən şəxsin arxasında dayanmayın, mütləq etibarlı bərkidilmiş alətlərdən istifadə edin. Belə müəllimlər, diqqət edəcəyiniz başqa bir məqam qalmadı. Xüsusilə şəkillərə diqqət edin. Mən dediyim yerlərə də bir daha nəzər salın. Düşünürəm ki, hər bir şeyi xırdalığına kimi izah etdim. Əsas odur ki, testdə tətbiq etməyə bacarın. Hər biriniz uğurlar. Sağ olun.